Belə bir maraqlı limit var. X pi bölü 2'ye yaxınlaşanda limit kök 2 modulda sinus 4x bölünsün kök altında 1 çıx kosinus 4x. Biz bilirik ki, dərəcənin aşağı salınma düsturlarına əsasən sinus kvadrat 2x 1 çıx kosinus 4x böl 2'ye bərabər. Buradan 1 çıx kosinus 2x'i tapsaq 2'ni vurmalıyıq da. Yəni 2 sinus. Gördünüz bu ifadəni. 2 sinus kvadrat 2x. Yəni bu 1 çıx kosinus 4x'in yerinə baxın, bunu qoya bilərəm. Silirəm. Yazıram 2 sinus kvadrat 2x. Qoyun qalsın. İndi sinus 4x'in açılışını yazıram. 2 qat arqument düsturlarına əsasən sinus 2x'in açılışı 2 sinus x kosinus x-dırsa, burada 4x olanda da 2 sinus 2x kosinus 2x olacaq. Yəni limit x pi bölü 2'ye yaxınlaşanda kök 2 vurulsun modulda sinus 4x'in açılışını yazıram. 2 sinus 2x vur kosinus 2x bölünsün dostlar. Baxın burada 2'dən heç nə çıxmır da, elə kök 2 qalır. Sinus kvadrat 2x-dan modulda sinus 2x çıxacaq da, bilirsiniz də kök altında a kvadratdan əslində modulda a çıxır. Əgər a müsbətdirsə müsbət a, mənfidirsə mənfi a çıxır ki, mənfi a müsbət ədəddir. Bir dəfə izahını vermişəm. Yəni bizə adiyyəti yoxdur, bu müsbətdir və ya mənfidir. Bütün hallardan modulda sinus 2x çıxır, düzdürmü? Sinus 2x'lər ixtisar gedir, kök 2'lər ixtisar gedir. Qalır bir dənə limit x pi bölü 2'ye, yəni 90 dərəcəyə yaxınlaşanda nə qaldı? Modulda 2 kosinus x. 2 kosinus 2x. Düzdürmü? X'in yerinə pi bölü 2 yazsaq, yəni modulda 2 kosinus 2 vurulsun pi bölü 2. 2'lər gedir. Modulda 2 kosinus pi qalır. Pi'də də kosinus mənfi 1 alır. 2'ni mənfi 1'ə vuranda mənfi 2 eləyir. Mənfi 2'dən də müsbət 2 çıxır.